Aha. Demək, baxın, verilənlər bazasında verilib ki, bizə neçə dənə yazı uyğun gəlir. Uzunluğu 150-dən böyük olanları tapıram. Çünki birinci mötərizənin içərisində edirəm. İkinci sətir, üçüncü sətir, dördüncü sətir, altıncı sətir. Demək, 2, 3, 4, 6-nı yazıram. Or, yəni birləşmə. Dərinliyi 29 olanlar. Dərinliyi 29 olanlar bizdə baxırıq ki, 2 ilə 8-ci sətirdə. 2 ilə 8. Bunun birləşməsinin nəticəsi bizə verir. 2, 3, 4, 6, 8. Kəsişmə ən verib. Deyir ki, not N30-dan kiçik olmayanlar. Siz əvvəlcə nə edirsiniz? N30-dan kiçik olanları qeyd edirsiniz. N30-dan kiçik olanlar birinci sətirdə, sonra ikinci sətirdə, daha sonra isə bunu ödəyir, bura ödənmir, bura ödənmir, 5 ödəyir. Daha sonra isə 30-dan kiçik olanlar deyir, 7 ödəyir, sonra 8 ödəyir, 9 ödəmir. Demək mənə deyir ki, indi qarşısında verib not, yəni 1, 2, 5, 7, 8 olmayanlar 1-i, 2-ni, 5-i, 7-ni, 8-ci sətirləri çıxsam, əlimdə neçənci sətirlər qalar? 3-cü, 4-cü, 6-cı, 9-cu sətirlər. İndi bunların da kəsişməsinə baxıram ki, ikisində də olan nədir? 3-dür, 4-dür və 6-dır. Cavab nə oldu? 3, 4, 6. Cavab elədir, Y bəndi. Yenə növbəti tapşırığa baxaq. Baxın, cinsi kişi olsun. Cinsi kişi olan sətirlərin mənim birinci sətir, ikinci sətir və dördüncü sətirdir. Yazıram. 1, 2, 4. Ənd verib. Yəni kəsişmə. Stajı 14 və 14-dən kiçik olanlar. Bunu götürürəm, bunu götürürəm, bunu götürürəm və bunu götürürəm. Bu da neynədir? Birinci, ikinci, dördüncü və altıncı. Bunu qeyd eləyək. Bunun kəsişməsini tapaq. Bunun kəsişməsi bizə verir 1, 2, 4. Bunu qeyd elədik. Bunu qeyd edirik. İndi gəlirik mötərizənin içərisinə baxırıq. Vəzifəsi həkim və ya fəhli olanlar. Yəni həkim olanları da götürə bilir, fəhli olanları da götürə bilir. Yəni 1, 2, 4 ilə kəsişdirəcək bunu. Vəzifəsi həkim olanlar və ya fəhli olanlar birinci, üçüncü, dördüncü sətirlərdir. 1, 3, 4. Kəsişdirirəm. 1, 2, 4 ilə 1, 3, 4-ün kəsişməsi, yəni ənd kəsişmə deməkdir. Dəfələrlə təkrar edirəm ki, yadınızda qalsın. İkisinin də ortaq yanı nə deməkdir? 1 ilə 4. Demək bizə indi baxın, şərtlərini görürük ki, cavab fərqli verilib də. Şərtlərini ödəyən neçə yazı var? Demişdik ki, aksesdə yazı sətir deməkdir. Bu şərtləri ödəyən 2 dənə sətir var. Hansı sətirlər yazılar desəydi, deyəcəkdik 1 ilə 4. Gələk yenə bu tapşırığa nə edirik? Mötərizənin içərisində edirik birinci. Cəbir 4 olanlar yalnız ikinci sətirdir. Or, birləşmə. İnformatika 4 olanlar isə birinci, üçüncü, dördüncü sətirlərdir. 1, 3, 4. Bunun birləşməsini yazdıq. Nə oldu? Hamısı nəzərdə tutuldu da. 1, 2, 3, 4. And deyir, yəni kəsişmə. Həndə səsi 5 olanlar. Bir dənə cəmi nədir? 2. Demək, bu boyda ifadənin kəsişməsi nə oldu? 2. İndi diqqətli olun. Sizə desə ki, bu suallar biraz saçdırıcı. Bir dənə cavab alınanda. Sizə desə ki, hansı yazı cavab verir? İkinci yazı. Neçə yazı cavab verir desəydi, biri götürəcəkdik. Çünki sayını soruşsaydı. Gəlirik daha sonra 85-ə. İmtahanı 55-dən böyük olanlar. Birinci sətir, üçüncü sətir, dördüncü sətir, beşinci sətir. 1, 3, 4, 5. Kəsişmə. Qaliblərin sayı 3 və 3-dən kiçik olanlar götürürük. Birinci sətir, dördüncü sətir və beşinci sətirləri. Kəsişmə də oldu 1, 4, 5. Cavab elədir A bəndi. Daha sonra isə gəlirik, məsəl üçün bura. İnformatika 10 olsun, xarici dil 10 olanlar. Buradan da kəsişdiririk, məntiqi 25 olanlar. İnformatika 10 olan cəmi 4-cü sətirdir. Birləşmə. Xarici dil olanlar isə 1-dən 3-cü sətirdir. 1, 3. Bunun birləşməsi verdi mənə 1, 3, 4. Kəsişdirirəm. Məntiqi 25 olanlar 1-ci sətir, 2-ci sətir və 4-cü sətirdir. Bunu birləşdirəndə oldu 1, 4. Cavab elədi B bəndi. Daha sonra isə gələk daha mürəkkəblərinə. Baxın, diqqətli olun. Burada əvvəlcə mötərizə veribsə, baxın, əvvəlcə buradan alınan nəticəni tapırıq. Əgər burada mötərizə olmasaydı, məsələn, məntiq, or,
birləşmə, sonra filan filan ifadə ən olsaydı, mən bu iki ifadənin əndini tapıb sonra orun tapardım. Çünki birinci əməliyyatım onu əndə eləmək, sonra oru eləməkdir. Amma burada fikir verin. Mötərizə açıb ki, siz bu ifadədə bunu tapın. Sonra gedin əndini hesablayın. Məntiq 35 və 35-dən böyük olanlar. Birinci sətir, dördüncü sətir, beşinci sətir. 1, 4, 5 yazdım. Birləşmə. İnformatika 20-dən böyük olanlardır. İkinci sətir, beşinci sətir və altıncı sətir. 2, 5, 6. İndi baxın, bunların birləşməsi nə verir bizə? 1 verir, 2 verir, 4 verir, 5 verir, 6 verir. Bunu yazdım. Əndi verib, yəni kəsişdirək. Xarici dili 20 və 20-dən böyük olanlar. İkinci sətir, bir də 6-cı sətir. 2 ilə 6. Kəsişmə də verir 2, 6. Neçə yazı uyğun gəlir? Yəni neçə dənə sətir uyğun gəlir? 1, 2, 2 dənə sətir uyğun gəlir. Gedək biraz da çətin daha mürəkkəblərinə baxaq. Burada tapşırıqlarda. Məsəl üçün, gələk baxın, məsəl üçün burada var 106-cı test. Mənə nə deyir? Baxın, notlara fikir verin. Baxın, mən bu boyda hesablama aparacağam. Baxın, burada mötərizə açılır, 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 gəlir burada bağlanır. Sonda yazıb not. Yəni, aldığım cavabların ödənməyənlərini istəyəcək, yəni. Başlayırıq birinci nəyə? Cinsi kişi olanlar. Cinsi kişi olanlar deyirsə mənə 1, 2, 4-ü götürdüm. 1, 2, 4. Deyir, kəsişdirdim. Stajı 14-dən böyük olmayanlar. 14 və 14-dən böyük olmayanlar. Əvvəlcə stajı 14 və 14-dən böyük olanları tapıram. Görürəm ki, yəni 14 olsun və yaxud da 14-dən böyük olanlar. Görürəm ki, 3-cü sətirdir, 4-cü sətirdir, 5-ci sətirdir. Mənim qarşımda verib not. Yəni 3, 4, 5 olmasın. Yəni əlimdə nə olsun? 1, 2, 6 olsun. 1, 2, 6. Bunu yazdım. İndi yenə ənd verib. Baxın, yenə ənd verib. Gəlirəm. Mənə deyir ki, nota diqqət edin. Vəzifəsi həkim və ya fəhlə olmayanı, yəni həkim və fəhlələri götürürük, onları çıxırıq, yerdə qalanlar. Həkimi seçmədim, fəhləni seçmədim. Əlimdə nə qaldı? 2, 5, 6. 2, 5, 6. Fikir verin, bunların hamısının əndini tapıram. Görürəm ki, 1 deyil, 2-dir, 4 deyil, 5 deyil, 6-dır. Demək 2. Qarşısına verib not. Yəni, ikinci sətirdən başqa hamısını götürürsünüz. Onda nə olur? 1, 3, 4, 5, 6. İndi mənə verib ki, şərtlərini ödəyən neçə yazı var? Bu şərti ödəyən 5 yazı oldu. Birinci, üçüncü, dördüncü, beşinci, altıncı sətirlər və sayı da ki, oldu nə? 5 dənə. Gəlin ən məşhur qəbula dəfələrlə düşmüş suala baxaq. Kivinin sayı 62 olanlar, 3 və 4-cüdür. Birləşmə. Bananın sayı 54-dən çox olanlar, 1-ci və 4-cüdür. 1 və 4. Bunun birləşməsi verir bizə 1, 3, 4. Kəsişmə. Deyir ki, ananas 40-dan kiçik olmasın. Ananas 40-dan kiçik olmasın. Yəni, sən 40-dan kiçik olanları seçirsən, birinci sətir, bir dənə birinci sətirdir, onu çıxırsan. Yəni, əlində nə qalır? 2, 3, 4. Bunun indi kəsişməsi nə verəcək mənə? 3, 4. Göstərilən sorğunun cavabı nədir? Nömrəli hansı yazılar ödənir? 3, 4. Desən neçə yazı ödənsə, deyəcəksiniz ki, 2 ədəd. Gələk indi bir dənə bu 110-u da, daha doğrusu 109-u da eləyək. Mənim birinci mötərizənin içərisini eləməliyəm. 109-cu demək, universitet budur və yaxud da adnusu olsun. Universitet budur və yaxud da adnusu olan birinci, ikinci, beşinci və altıncıdır. Nə oldu? 1, 2, 5, 6. Kəsişmə. Balı 59-dan kiçik olmayanlar. Siz əvvəlcə 59-dan kiçik olan sətirləri götürürsünüz. İkinci sətirdir, üçüncü sətirdir, bu qədər. 2, 3-ü çıxırsan. 2, 3-ü çıxdıqda əlimdə nə qalacaq? 1, 4, 5, 6, 7. Bunun indi kəsişməsi nə verəcək mənə? 1 verəcək, 5 verəcək, 6 verəcək. Ödəndi. Sonuncusunu eləyirik. Bir dənə burada diqqətli olan məqam nədir? Fikir verin.
İnformatika 19 ve 19'dan böyük olanlar. Bunu tapandan sonra əndin baxacaq. Yəni birinci ora eləməli, yəni mötərizədə baxaq. İnformatika 19'dan 19 və 19'dan böyük. Yəni 19 da ola bilər, ondan böyük də ola bilər. Demək birinci sətrim, ikinci sətrim, üçüncü sətrim, dördüncü sətrim, altıncı sətrim, yeddinci sətrim. 1, 2, 3, 4, 6, 7. Birləşmə. Xarici dil 18 və 18'dən kiçik olmasın. Biz də baxırıq 18 və 18'dən kiçik olanlar bunlardır. Bunları çıxdıq. Əlimdə neçənci sətirlər qaldı? Birinci sətir, sonra dördüncü sətir, altıncı və yeddinci. 1, 4, 6, 7. Onsuz fikir verin. Bunun birləşməsində 1, 2, 3, 4, 6, 7'nin içərisində elə 1, 4, 6, 7 var. Yəni bunun nəticəsi 1, 2, 3, 4, 6, 7 elədi onsuz. Baxın bura qədər olan ifadə elədi bizdə 1, 2, 3, 4, 6, 7. Gəlir indi nəyə? Kəsişməyə. Kəsişmə nədir? Bir məntiq 35'dən kiçik olmasın. Əvvəlcə siz məntiqi 35'dən kiçik olanları tapırsınız. 35'dən kiçik olanlar ikinci sətirdir, üçüncü sətirdir. Budur. İndi olmayanları istəyir. Yəni 35'dən kiçik olmayan. Nə oldu onda? Birinci sətrim, sonra 4-cü sətrim, 5-ci sətrim, 6-cı sətrim, 7-ci sətrim. Bunun da kəsişməsi nə oldu? 1 oldu. Sonra 4 oldu, 6 oldu. Yəni bu şərti ödəyən neçə dənə yazı var dedi? 3 ədəd. Bu qədər.